Bismillahirrahmanirrahim. Elhamdülillah Rabbil alemin. Vessalatu vesselamu ala Resulillahil emin Muhammed sallallahu aleyhi ve alihi ve sellem ve ala ali beytihi tayyibin tahirin el ma'asumin aleyhimusselam ve la'anetud daim ala a'daihim ecmain minel an illa qiyavmi yevmiddin. Bizim mövzumuz, bizim bəhsimiz Quran elmlərindədir. Artıq bir neçə mövzuya aydınlıq gətirmişik. İnşallah bu gün də vəhiy haqqında danışarıq. Ümumiyyətlə, vəhiy, ilahi kitabların nazil olması, nübüvvət və ya risalət. Bu üç məfhum bir-birini tamamlayan məfhumlardır və bir-birindən ayrılmaz məfhumlardır. Niyə? Əgər biz ilahi kitabların nazil olmasından danışırıqsa, burada vəhiydən də danışmalıyıq, risalətdən də. Niyə? Çünki ilahi kitablar kimə nazil olur? Peyğəmbərlərə, rəsullara. Nə vasitəsilə, hansı yolla nazil olur? Vəhiy yolu ilə. Və yaxud da ki, biz risalətdən danışırıqsa, yenə də ilahi kitablardan və vəhiydən də danışmalıyıq. Və yaxud da ki, ilahi kitabların nazil olmasından danışırıqsa, yenə də risalətdən və vəhiydən danışmalıyıq. Çünki bunlar dedik ki, üçü bir-birini tamamlayan məfhumlardır və bir-birindən ayrılmaz məfhumlardır. İnşallah biz bugün vəhiy haqqında danışarıq, vəhiyin mənası haqqında danışarıq. Çünki Quran elmlərində vəhiy mövzusu geniş bəhs olunan və xüsusi yeri olan mövzulardandır. Ümumiyyətlə, vəhiy haqqında mövzunu iki istiqamətdə davam etdirmək olar. Birinci, vəhiy sözünün lüğəti mənası, ikinci, vəhiy sözünün terminoloji mənası. Bu, ümumiyyətlə, bütün elmlərdə olan belə bir qaydadır ki, əgər bir elmdən bəhs olunursa, bir elmdən danışılırsa, o elmi əhatə edən o ad, məfhum ki var, birinci onun lüğəti mənası haqqında danışılır, sonra da o elmin əhatə edən o məfhum ki var, onun terminoloji, yəni həmin elmdə adının mənası, yəni yeri nədirsə, o haqda danışılır. Biz də birinci inşallah bugün vəhiy sözünün lüğəti mənası haqqında danışarıq. Görək vəhiy sözü hansı mənaları ifadə edir. Vəhiy sözünün lüğəti mənasına gəlincə, yəni lüğət alimləri bir neçə məna ifadə edirlər, məna veriblər. Onlardan biri budur ki, söz, yazı və ya işarə vasitəsilə surətlə işarə etmək. Yəni, söz vasitəsilə, yazı vasitəsilə, işarə vasitəsilə kiməsə nəyisə işarə etmək, çatdırmaq. İkinci, yazmaq mənasını ifadə edir. Üçüncü məna ilham etmək, yəni bir şəxsin qəlbinə nəyisə ilham etmək. Başqa bir mənası üstü örtülü söz, gizli təlqin, xəbər mənalarını ifadə edir. Ki, inşallah bunların haqqında, yəni bu mənanı ifadə edən Quran-Kərimdə bir çox ayələr var, onları qeyd edərik. Məsələn, Rağib İsfəhani lüğət alimlərindəndir. Vəhiy sözündən belə məna verir. Vəhiy işarə ilə tez bir zamanda çatdırılan gizli xəbərdir. Yəni, işarə vasitəsilə qısa bir müddət ərzində çatdırılan nədir? Xəbərdir. Başqa bir lüğət alimi Əbu İshaq belə yazır. Vəhyin lüğəti mənası gizli xəbərdir. Yəni, əgər onu aşkar çatdırılırsa, buna vəhiy deyilməz, gizli xəbər. Ona görə də deyir ki, ilhama da vəhiy deyilir. Niyə? Çünki bir insanın qəlbinə ilham olunursa, o gizli şəkildədir və buna da vəhiy demək olar. Bu vəhyin lüğəti mənası idi. Amma vəhiy sözünün terminoloji mənasına isə gəlincə, bir neçə nəzəri qeyd edərik və ümumiyyətlə, belə deyək də, vəhyin terminoloji mənası haqqında verilən o təriflərin hamısını cəm etdikdə bir nəticəyə gəlmək olar. O nəticə də nədir? Bundan ibarətdir ki, vəhiy Allah Taalanın öz peyğəmbərlərindən birinə, yəni Allahın peyğəmbərlərdən birinə mələklə və ya digər vasitələrlə, indi digər vasitələr nədir? İnşallah onu gələcək mövzularda aydınlıq gətirərik. Vəhiy Allah Taalanın öz peyğəmbərlərindən birinə mələklə və ya digər vasitələrlə ilahi risaləti çatdırmaq üçün nazil olan söz və ya göstərişlərə deyilir. Yəni, Allah Taala tərəfindən seçilən peyğəmbərlərə nazil olan söz və göstərişlərə vəhiy deyilir. Yəni, dediyimiz kimi, vəhiy haqqında olan o təriflərin hamısını cəm eləsək, bu nəticəyə əldə edərik. Hər iki mənanı ifadə edən, həm Quran lüğəti mənanı, həm də ki, terminoloji mənanı ifadə edən Quran-Kərimdə bir çox ayələr var. Bugünkü mövzumuzu biz
lüğəti mənası haqqında davam etdiyimiz üçün Qurani-Kərimdə lüğəti mənalara dəlalət edən ayələri qeyd edərik. Bu ayələrə keçməmişdən öncə bir mətləbə də aydınlıq gətirək. Vəhy sözünün lüğəti mənası ümumidir. Amma terminoloji mənası isə xüsusidir. Ümumi dedikdə, yəni peyğəmbərlərdən başqasına da nisbət verilə bilər. Vəhy sözünün lüğəti mənaları ümumidir, yəni peyğəmbərdən başqalarına da nisbət verilə bilər. Amma terminoloji mənası xüsusi olduğu üçün yalnız və yalnız peyğəmbərlərə nisbət verilir. Ki, peyğəmbərlərə nazil olan vəhy bu terminoloji mənadır. Amma peyğəmbərlərdən başqalarına nisbət verilən mənalar isə ancaq lüğəti mənalarıdır. İndi Qurani-Kərimdə vəhy sözünün lüğəti mənalarını ifadə edən bir neçə ayəni qeyd edək. O ayələrdən biri, yəni o mənalardan biri ki, demişdik, yazmaq mənasını ifadə edir. Vəhy dedikdə, yəni nə? Yazmaq. İndi o mənanı ifadə edən Nəhl surəsinin 68-69-cu ayəsini misal vurmaq olar. Yazmaq dedikdə ona da aydınlıq gətirək ki, yazmaq dedikdə, yəni Allah təbarək və təala bir məxluqu xəlq etdikdə, məsəl üçün hansısa bir heyvanı xəlq etdikdə, onun fitrətində yazır. Yəni onun fitrətində belə qərar verir ki, bu yaradılışında necə yaşamalıdır. Məsələn, misal vuracağımız ayə arı haqqındadır. Yəni Allah təbarək və təala arını xəlq etdikdə onu fitrətən o cürünə yaradıb ki, arı nə etməlidir, necə yaşamalıdır, necə ev qurmalıdır, hardan balı əldə etməlidir. Allah onun fitrətinə yazıb bunu. Yazmaq dedikdə vəhy, yəni bu mənanı ifadə edir. Həmin ayə dedik, Nəhl surəsinin 68-69-cu ayələrindədir ki, Allah Teala belə buyurur: "Və əvhə rabbuka ilən-nəhli ən ittəxizi minəl-cibali buyutan və minəş-şəcəri və mimmə ya'rişun." Yəni Rəbbin bal arısına belə vəhy etdi. Belə vəhy etdi nədir? Yəni onun üçün belə təlqin etdi. Ona belə qərar verdi. Yəni onun üçün belə fitrətən xəlq etdi. Onu belə yazdı ki, dağlarda, ağaclarda və insanların qurduqları çardaqlarda özünə evlər tik. Sonra bütün meyvələrdən ye və Rəbbinin sənə göstərdiyi yolla rahat get. Bu ayədə biz baxanda görürük ki, Allah arıya yəni belə vəhy etdi. Yəni arı haqqında deyir ki, və əvhə rabbuka ilən-nəhl. Sənin Rəbbin bal arısına belə vəhy etdi. Yəni bal arısını fitrətən belə xəlq edib. Fitrətən belə yaradıb ki, bal arısı yaradılışında bilir ki, artıq yuvasını harda quracaq, necə quracaq və öz balını hardan, necə əldə edəcək, bunu fitrətən bilir. Eyni zamanda Fussilet surəsinin 12-ci ayəsində də bu mənanı ifadə edən ayəyə baxmaq olar. Digər bir ayə vəhy sözünün lüğəti mənası, yəni qəlbi ilham. Dedik ki, lüğəti mənalarında biri nə idi? Qəlbi ilham idi. Bu haqda da Qəsəs surəsinin 7-ci ayəsində misal vurmaq olar. Bir daha vurğulayaq ki, yəni vəhy sözünün lüğəti mənası ümumidir. Peyğəmbərlərdən başqalarına da nisbət verilir. Amma vəhy sözünün terminoloji mənası xüsusidir. Yalnız və yalnız peyğəmbərlərə nisbət verilir. Məsələn, dediyimiz ayə Qəsəs surəsinin 7-ci ayəsini misal vurmaq olar. Həzrəti Musa əleyhissalamın anası haqqındadır ki, bilirik ki, ümumiyyətlə qadınlardan peyğəmbər olmayıb. Xüsusən də elə Həzrəti Musa əleyhissalamın anası da peyğəmbər olmayıb. Amma Allah təbarək və təala Həzrəti Musa əleyhissalamın anasına vəhy etdiyini bildirir. Deyir ki, və əvhəynə ilə ummi Musa. Biz Musanın anasına vəhy etdik. Burada vəhy lüğəti mənasını ifadə edir. Nəinki terminoloji mənasını yox. Ki, Həzrəti Musa əleyhissalamın anası dediyimiz kimi peyğəmbər olmayıb. Yəni biz Həzrəti Musa əleyhissalamın anasının qəlbinə belə ilham etdik. Ki, o hadisə necə baş verib? Qurani-Kərimdə var. Ki, bizim mövzumuz ayənin bu hissəsindəndir ki, vəhy sözünə aydınlıq gətirmək. Dedik, vəhy sözünün lüğəti mənalarından da biri işarə etməkdir. Məsələn, buna da misal Məryəm surəsinin 11-ci ayəsini vurmaq olar. Bu ayədə də Həzrəti Zəkəriyya əleyhissalam haqqındadır ki, Həzrəti Zəkəriyyə əleyhissalama 3 gün danışmaq qadağan olunmuşdu. Bir Həzrəti Zəkəriyyə əleyhissalam haqqında buyurub: "Fəxərəcə alə qavmihi minəl mihrabi fəəvhə iləyhim ən səbbihu bukratan və aşiyyə." Bir sonra Zəkəriyya mehrabdan öz qövmünün, öz cəmaatın qabağına çıxıb onlara belə işarə etdi. Yəni onlara deyəcəyi sözü ləfslə, kəlmə ilə yox, işarə ilə başa saldı. Bu işarə ilə etdi, işarə ilə başa salmağı da Allah fəəvhə, yəni belə vəhy etdi
yəni sözü ilə ifadə edir. Deyir, onlara belə işarə etdi, səhər axşam Allaha təsbih edin, yəni Allaha dua edin, Allaha zikr edin. Bu ayədə baxırıq ki, Həzrəti Zəkəriyya əleyhissalam qövmünə işarə fəəvhə deyir. Yəni burada əgər terminoloji mənasını nəzərdə tutsaq ki, Həzrəti Zəkəriyya əleyhissalam cəmaatına, qövmünə nəyi vəhiy etdi? Yəni işarə etdi. Lüğəti mənasını bizim üçün çatdırır, ifadə edir. Dedik, lüğəti mənalarından da biri, vəhiy sözünün lüğəti mənalarından da biri təlqin etməkdir. Yəni qəlbə nəyisə təlqin etməkdir. Bu mənaya da dəlalət edən, bu mənanı da bizə çatdıran Ən'am surəsinin 121-ci ayəsidir. Ayədə Allah təbarək və təala vəhiy feilini şeytanlara nisbət verir. Deyir ki, وَإِنَّ الشَّيَاطِينَ لَيُوحُونَ إِلَى أَوْلِيَائِهِمْ لِيُجَادِلُكُمْ Həqiqətən də şeytanlar öz vəlilərinə, yəni belə deyək, digər şeytanlara belə vəhiy edirlər. Vəhiy edirlər, yəni nə? Onlara belə təlqin edirlər ki, liyucadilukum ki, neynəsin? Sizinlə mübarizə aparsınlar. Bu ayədə də biz baxırıq, görürük ki, şeytana nisbət verilir nə? Vəhiy edirlər. Yəni neynirlər? Lüğəti mənası olan təlqin etmək. Yəni şeytanlar bir-birlərinə belə təlqin edirlər ki, batil fikirlərlə, batil yollarla insanlara neynəsinlər? İnsanlarla mücadilə aparsınlar, insanlarla mübarizə aparsınlar. Artıq biz lüğəti mənanı ifadə edən bir neçə mənanı qeyd etdik və onları dəlalət edən ayələri də zikr elədik. İnşallah növbəti bəhsimizdə, növbəti mövzumuzda vəhiy sözünün terminoloji mənası haqqında danışarıq və bu mənaya dəlalət edən bir neçə ayə ki var, o haqda danışarıq. Allah bizləri bu işlə müvəffəq eləsin. Vəssalamu aleykum və rəhmətullahi və bərəkətuh.